Çarəsizlikdən bunları tək-tək toplayanları gördüm. Amma mütləq şəkildə sizə bildirmişəm ki, müxtəsər vurma düsturlarını əzbərləmək məcburidir. Necə? Biz baxırıq ki, x üstəgəl 1-in kubunun açılışı necədir? X kubu üstəgəl 3x kvadrat üstəgəl 3x üstəgəl 1. 3x kvadratımız var, 3x'imiz var. 100 üstəgəl 1 yazsaq 101'imiz də olur. Deməli bu ifadəni x kubu üstəgəl 3x kvadrat üstəgəl 3x üstəgəl 1 yazsaq əlavə 100'ümüz və çıxılsın x kubumuz artıq qalacaq. Bura bizə nə verdi? Fx bərabərdir x üstəgəl 1'in kubu çıx x kubu üstəgəl 100 və ya üstəgəl 100 çıxılsın x kubu. Gətirib yerinə nə yazmalıyıq? F 10 yazdıqda 11'in kubu üstəgəl 100 çıxılsın 10'un kubu. F 11 yazsaq əgər 12'nin kubu üstəgəl 100 çıxılsın 11'in kubu. F 12 yazdıqda 13'ün kubu üstəgəl 100 çıxılsın 12'nin kubu və ən nəhayət F 19 yazdıqda 20'nin kubu üstəgəl 100 çıxılsın 19'un kubu. Bunların hər birini toplasaq əgər, baxın, bunlar bir-birlərini nə edəcək? İslah aparacaq. Yekunda əlimizdə F10'dan F19'a qədər neçə dənə yüzümüz var? 10 ədəd yüzümüz var. 100 vurulsun 10, üstəgəl 20'nin kubu çıxılsın 10'un kubu. 100'ü 10'a vurduqda dostlar bizə 1000 verər. 1000 üstəgəl 20'nin kubu 8000 çıxılsın 1000. Bu isə bizə 8000 cavabını verəcək. Bu tipli misalların qaydalarını öyrənmək istəyirsənsə, mütləq şəkildə bizi izləməyi unutma.